Salam əziz şagirdlər. Bildiyiniz kimi artıq bir neçə gün sonra sizin üçün çox vacib olan imtahan başlayacaq. Bu imtahan universitet qəbul yolunda ilk mərhələnizdir. İlk növbədə onu demək istəyirəm ki, indiyə qədər bütün göstərdiyiniz zəhmət və çalışqanlıq artıq zaten böyük bir addımdır. Özünüzə güvənin. Bundan sonra unutmayın ki, sizin sakit və diqqətli olmanız imtahanda uğurun ən vacib şərtlərindən biri olacaq. Və sizə kömək eləmək üçün imtahanla bağlı bəzi məsləhətlərimi bölüşəcəm. Gəlin başlayaq. Əvvəla şagirdlər, birinci istəyirəm ki, başlayaq. İmtahandan bir gün əvvəl nələr eləməli olduğunuzdan danışaq. Uşaqlar, qəti şəkildə imtahandan öncə gec yatmırsınız. Çünki bu sizin yuxu sisteminizi poza bilər. Ən azı 7-8 saat yuxu yatmalısınız ki, beyniniz tam şəkildə dincəlsin və yorğun olmasın. Növbəti, əgər istəyirsinizsə ki, yeni mövzular öyrənəsiniz, yanlış edirsiniz. Çünki istənilən fəndə qəbul edilən, tam sıfırdan qəbul edilən yeni informasiya sizi həm stresə salacaq, həm də beyninizi ekstra yükləyəcək ki, bunun olmasını istəmərik. Amma qısa şəkildə təkrar eləsəz, təbii ki, bu sizin üçün faydalı olacaq. Növbəti, imtahana hansı əşyalar, sənədlər aparacaqsınızsa, onları mütləq şəkildə öncədən tam hazır eləyin. Səhər stresə düşməyin. Axşamdan, hətta bir neçə gün öncəsindən eləsəz, lap gözəl olar təbii ki. Hansı sənədlər aparılacaqsa, qələm və yaxud da digər əşyalar hamısı hazır olmalıdır. Əlavə olaraq onu deyim ki, çalışın ki, qələm ən azı 2 dənə aparasınız. Yəni kimlərsə sizi qınaya bilər, lağ eləyə bilər ki, o qədər qələmi hara aparsın, amma siz qarantiləməyə çalışın hər şeyi. Çalışın ki, karandaşınızın, yonan, silgi və yaxud da qələminizin üstündə hər hansısa bəzəklər, yazılar, stikerlər və s. olmasın. Çünki belə olduğu halda imtahandan içəri buraxmaya bilərlər, xəbəriniz olsun. Və yonan mütləqdir, karandaş mütləqdir. Karandaşsız gedə bilməzsiniz. Çünki karandaşsız siz kitabçanı ideal işləyə bilməzsiniz uşaqlar. Hər nə qədər elə şagirdlər olur ki, qələmlə işləməyi öyrəşin, amma yenə də məsləhət görmürəm qələmlə işləməyi. Çünki xüsusilə də riyaziyyatda, qrafikli şəkildə suallarda qələmlə işləsən, şəkli artıq sən məhv eləmiş olursan. Əlavə olaraq onu deyim ki, ağardıcıya zaten icazə yoxdur, boşuna aparmağa dəyməz, amma mütləq şəkildə qalın dircəli qələm aparın. Nəzik dircəli qələmlərdən uzaq durun. Çünki onlar məlum məsələ ucu nəzik olduğu üçün siz kodlaşdırmada əziyyət çəkə bilərsiniz uşaqlar. Məsləhətim odur ki, 0.7 mm ucluqda olan qələm aparın ən yaxşısı. 0.5 də olar, eyb yox. Ən pis halda tapa bilməsən 0.5 mm-də olar. Amma lap nəzik uzluqlular uşaqlar, siz cavabları ki, belə qaralayıb dairələyirsiniz, sizin çox vaxtınız alacaq. Amma qalın olanda cavabları təbii ki, cavab kağızına dairələmək sizin üçün daha rahat olacaq, vaxta qənaət eləmiş olacaqsınız. İmtahandan bir gün öncə, ən vacib şəkildə təbii ki, bir gün öncəni burada qeyd eləmişəm, mütləq sakit bir atmosferdə yaşamağa çalışın. Qətiyyən stressdən uzaq durursunuz, heç kimlə mübahisə eləmirsiniz, nəinki mübahisə, heç kimlə müzakirə belə eləmirsiniz. Xüsusən də imtahanla bağlı müzakirələrinizi dostlarınızla, sinif yoldaşlarınızla, hazırlıq yoldaşlarınızla dayandırmağı məsləhət görürəm. Çünki siz müzakirə elədikcə artıq o müzakirənin sonu mövzulara, hansı mövzudan hansı sual düşə bilərlərə və yaxud da nələri bilirəm, nələri bilmirəmlərə, düsturlara və s. gəlib çıxacaq. Bu da sizin üçün təbii ki, yaxşı deyil. Çünki nələri bilib bilmədiyini şahid olmaq imtahan öncəsi heç yaxşı deyil. Artıq sən lazım olmadığı halda boşuna stresə düşmüş olursan. Hansı ki, bildiyin şeyləri belə bilmədiyini düşünməyə başlayacaqsan. Ona görə də elə bir mühit yaranmamalıdır. Nəinki imtahandan bir gün öncə, hətta elə bu gündən, bu videodan sonra çalışın ki, kimlərləsə imtahanla bağlı müzakirə aparmayasınız. Bu sizin üçün sadəcə sıxıntı yarada bilər. Başqa heç bir sizə müsbət tərəfi olmayacaq. Növbəti, telefonda və sosial şəbəkələrdə vaxt keçirməyin. Nəinki çox vaxt keçirməyin, ümumiyyətcə vaxt keçirməməyə çalışın əziz şagirdlər. Çünki təbii ki, birinci növbədə göz yorğunluğu, ikinci növbədə boşuna vaxt itkisi, üçüncü növbədə enerji itkisi deməkdir.
imtahan öncəsi bu şeylərin olmasını istəmərik əlbəttə ki. Növbəti müsbət düşüncələr, əziz şagirdlər, müsbət düşüncələrlə yanaşın həyata, suallara, imtahana, hər şeyə və deyin ki, mən bacaracağam. Çünki əmin olun ki, siz bacaracaqsınız. Bu imtahan sizin həyatınızda verə biləcəyiniz ən asan imtahanlardan biridir. Sadəcə bu etapa gələnə qədər düşünürsünüz ki, bu çətin imtahandır. Birinci cəhdə necə düşür, mənə necə düşəcək? Bu cür stresslə düşünməyə ehtiyac yoxdur. Əmin olun ki, imtahanlar aşağı-yuxarı eyni səviyyədə olur. Birinci cəhdə necəsə sizə də o şəkildə olacaq. Mövzulara görə, ola bilər ki, məsəl üçün silsilədə birinci cəhdə nisbətən su kimi sual düşmüşdür, sizə daha çətin düşə bilər. Və yaxud da bəzi mövzular var ki, orta səviyyəyə düşmüşdür, sizə ondan daha asan, daha çətin düşə bilər. Yəni o dəyişə bilər uşaqlar, amma ki, o demək deyil ki, ümumi imtahanın strukturu birincidə asan olsun, ikincidə çətin və yaxud da tərsinə. Bu hallar əslində sadəcə boş şayələrdir. Çünki dil imtahanlarının hər bir cəhdini elə təyin edir ki, imtahanın ümumi səviyyəsi eyni olaraq qalsın. Söhbət ümumi səviyyədən gedir uşaqlar. Məsələn, sən ola bilər ki, hər hansısa mövzular var ki, o mövzularda zəifsən, o mövzulardan gəlib sənə çətin suallar düşəndə, ortadan daha yüksək səviyyədə, onda sən deyirsən ki, imtahan çətin idi. Amma ola bilər ki, həmin mövzular başqa şagird üçün çox rahat mövzulardır. Onda o şagird həmin suallarda əziyyət çəkməyəcəyi üçün o da deyir ki, imtahan asan idi. Bu 9 mart keçirilən imtahanda da yenə eyni şəkildə şagirdlərin bir qismi imtahanın çətin olduğunu, bir qismi normal, bir qismi isə imtahanın asan olduğunu dedi. Yəni, hər şey sizin biliyinizdən asılıdır. Təbii ki, hər il yüksək bal toplayan o qədər şagirdlər olur. Bu onun göstəricisidir ki, imtahan əslində normal səviyyədə olur uşaqlar. Mən qəbul edirəm, hər kəsin gözləntisi buraxılış imtahanıdır da, bu qədər niyə çətin olur blok səviyyəsində? Hər kəs bu düşüncədədir, amma siz də bir şey unutmayın ki, siz artıq 5 il əvvəli şagirdləri ilə müqayisə olunan şagirdlər deyilsiniz, əzizlərim. Çünki siz artıq beyni daha dəqiq işləyən, daha savadlı, daha çox praktika görmüş, daha çox test işləmiş, daha çox bu mövzuların içində Lori dildə desək, bişmiş artıq şagirdlərsiniz. Sizin üçün artıq ona görə də 2000 məsəl üçün deyə 20-nin sualları gülməlidir. Sizə 2020-dəki kimi suallar, yəni məsələn 2020 deyirəm təbii ki, suallar niyə düşsün? Çünki artıq bilirlər ki, siz 2020-nin şagirdləri ilə bir deyilsiniz axı. Siz artıq daha da inkişaf eləmişsiniz. Ona görə də normal olaraq suallar da daha da təkmilləşdirilib salınır. Növbəti, danışaq imtahan səhərindən. Çalışın ki, birinci növbədə vaxtında oyanasınız. Çünki siz nə qədər gec oyansanız, imtahan öncəsi hazırlığınız da bir o qədər qısa müddətə sığışdırmalı olacaqsınız. Bu da tələsmək deməkdir. Tələsmək qətiyyən olmaz. Tələssəz nələrsə unuda bilərsiniz. Nə mənada unutmaq? Hər hansı əşyanızı aparmağı unuda bilərsiniz və yaxud da nəyəsə vaxt çatdırmamağa səbəb ola bilər bu. Qətiyyən, amma qətiyyən imtahana ac getməyin, qətiyyən. Çünki yüngül də olsa bir şeylər atışdırmaq lazımdır. Hətta deyərdim ki, doyunca yeyib elə evdən çıxın. Çünki vaxtım yoxdur, gec durmuşam, çatdıra bilmirəm, gecikirəm və s. Bu tip hallar yaşanmasın deyə tez durursunuz və mütləq yemək yeyib gedirsiniz imtahan. Çünki siz əgər ac olsanız, əzizlərim, o zaman sizin qanınızın şəkəri düşər və belə olan halda yorğunluq da yaranır. Metabolizma zəifləyir, immunitet zəifləyir. Beyniniz də artıq işləmə sürətini zəiflədir normal olaraq və sadəcə sizi stresə salacaq. İmtahanda artıq beyniniz işləmək yerinə qarnınız işləyəcək. Qarnınız, mədəniz quruldayacaq. Acsız axı. Təbii ki, beyin onda işləməz. Beyin deyir ki, mənə yemək göndər, mən işləməyə müsait deyiləm. Elə halların olmaması üçün mütləq tox gedin ki, siz imtahanda beyninizin içində buludlar yaranıb, o buludların içində yemək adları saymayasınız. Tamam mı? Mütləq tox getməyə çalışın. Səhər yemək yeyə bilməyənləriniz çox da aranızda bilirəm, amma çalışın ki, mütləq həmin gün imtahana nəsə yeyib gedəsiniz. Hətta məsləhətim odur ki, artıq sabahdan etibarən səhər yemək yeyib özünüzə bunu artıq öyrəşdirin. Çünki bir neçə gün qalıb. Səhər yemək yemək mütləq vacibdir zaten normal həyatda da. Amma imtahan öncəsi isə vacibdir. Nələr yeyə bilərsiniz? Sizə təbii ki, allergik reaksiya verməyəcək. İstənilən səhər yeməyinə uyğun nəsə yeyə bilərsiniz. Amma çalışın ki, ağır yağlı yeməklər olmasın. Çünki
Belə olan halda sizin mədəniz üçün heç yaxşı olmaz, eyni zamanda beyniniz üçün. Daha sonra imtahan saat neçədə başlamağından asılı olmadan sizin cavab kağızınızda imtahana filan saatdan gec gəlməyin yazılır, düzdürmü? Yəni baxmayaraq ki, imtahan saat 11:00-da başlayıb 14:00-da bitir, siz imtahana müəyyən saatda getməlisiniz. Mən məsləhət görərdim ki, cavab kağızınızda yazılan saatdan da təxmini yarım saat, 40 dəqiqə ən azı tez getməyə çalışın. Cavab kağızında yazılan tarixdən yarım saat tez getməyə çalışın. Bəli. Çünki ən az yarım saat deyirəm uşaqlar. Nə qədər tez getsəz sizin üçün o qədər yaxşıdır deyə düşünürəm. Çünki siz imtahana gedəndə, xüsusən əgər geciksəz, son dəqiqələrdə özünüzü güclə çatdırırsınız, belə olan halda orada daha çox növbə, daha çox abituriyent görəcəksiniz, daha çox sıra görəcəksiniz. Bu da təbii ki, sizin imtahan keçiriləcəyi zala daxil olmanızı uzadacaq. Bu gecikəcək proses artıq. Sizin vaxtınızdan gedəcək uşaqlar. Təbii ki, imtahana tez getmək lazımdır ki, kitabçalardan öncə paylanacaq cavab kağızında ən azından müəyyən məlumatlarınızı qeyd eləyə biləsiniz. Orada siz imza çəkəcəksiniz, ad soyadınızı qeyd eləyəcəksiniz, valideyn adını, ünvanınız, doğulduğunuz şəhər və s. Bu müəyyən məlumatlarınızı qeyd eləyəcəksiniz, imzalayacaqsınız. Ən azından bunlara ki, 5 dəqiqə, 10 dəqiqə ki, vaxt sərf edirsiniz, ən azından o vaxtı düzgün dəyərləndirmək lazım. Sən imtahana geciksən, cəmaət oturub kitabçasını açıb sual işləyirsən, amma o cavab kağızını doldurmaqla məşğulsan. Belə halın yaşanmasını istəməliyik təbii ki və əzizlərim, unutmayın ki, imtahan kitabçası hər kəsə özəl zaten olur. Yəni kitabçalar şəxsi özəl gəldiyi üçün siz cavab kağızınızda bir adınızın hərflərini, bütün hərflərini kodlaşdırmaya ehtiyac olmur. Sadəcə adınızı və soyadınızı orada yazmalısınız sətirdə. Daha sonra imtahandan əvvəl boş müzakirələrdən, yəni sizi daha da həyəcanlandıracaq müzakirələrdən uzaq durun. Əslində bunu bayaq da demişdik, amma imtahan səhəri üçün də bunu xatırlatmaq istəyirəm. Ola bilər ki, eyni zala düşən və yaxud da eyni binaya düşən aranızda şagirdlər ola bilər. İmtahana birlikdə gedəndə belə, deyək ki, birlikdə gedirsiniz eyni binaya və yaxud da zalda imtahan başlamazdan öncə başlayırsınız söhbət eləmək. Kənar şeylərdən söhbət edin uşaqlar. Havadan, sudan, temperaturdan, iqlimdən danışın. Amma da danışmayın imtahanda nələr olar, nələr olmaz və yaxud da nələri bilirsiniz, nələri bilmirsiniz, nəyi təkrarlamısınız, nəyi təkrarlamamısınız. Bu tip müzakirələr olmasın. Çünki bildiyinizin belə ağlınızdan silinməsinə səbəb ola bilər həqiqətən. Çalışın ki, ona görə rahat olasınız. Nəinki bildiyinizi unutmaq, hətta bilmədiyinizi belə yaza bilməkdən ötürü sizə lazım olan tək şey sakitlikdir. Sizin nə qədər beyniniz sakit olsa, o qədər də düzgün qərarlar verməyə müsait olacaq beyniniz. Ona görə nəzərə alın. Növbəti, imtahan zamanı bəs nələrə diqqət eləməliyik? İmtahan prosesi ərzində mütləq kitabçanı açan kimi suallara ümumi nəzər yetirin ilk başda. Vərəqləyin, görün ki, hansı fəndən nələr var, nələr yox, ümumi. Sadəcə çalışın ki, bir dəqiqə ərzində bunu kifayətləndirməyə çalışın, ümumi göz atın sadəcə. O deyirlər sizə, kitabçanı paylayan kimi sadəcə bir dəqiqəlik açıb vərəqləməyə icazə verirlər ki, baxın, görün, səhvlik varmı, yoxmu deyə çaplarda və s. Bəzən çapda vərəqlər baş aşağı ola bilər və yaxud da nəsə qüsurlar ola bilər. O vərəqləmədən danışmıram əslində. Orada sadəcə yoxlama məqsədi ilə açırsınız və bir neçə saniyə çəkir zaten. Orada siz nəyisə analiz eləyə bilməyəcəksiniz. Amma işləməyə ki, başlayırsınız kitabçanı, ilk dəfə açırsınız. Açan kimi, açım, o dəqiqə başlayım, deməli, hansı ardıcıllıqlansa suallar, mən də o fəndən, o ardıcıllıqla başlayım. Bu düşüncə düzgün deyil. Təbii ki də bilirsiniz ki, ilk siz dinləmə mətnini dinləyəcəksiniz, listeninginizi işləyəcəksiniz. Mütləq şəkildə onu unutmayın ki, listeningdən sonra sualların ardıcıllığını işləməkdə sərbəstsiz. Ürəyin istəyər keçərsən Azərbaycan dilinə, ürəyin istəyər keçərsən riyaziyyata və yaxud da ingilis dilinin qrammatikasına və yaxud da mətnlərinə, bu sənə qalmış bir şey. Yəni, nə edəcəyin artıq sənə qalır. Əsas listening birinci mütləq işlənməlidir.
Və məsləhətim nədən ibarətdir? Mən hər kəs kimi deməyəcəm ki, mütləq riyaziyyatdan başlayın və s. yox. Təbii ki, elə deməyəcəm. Sənə ən çox hansı fənnin bal gətirəcəyinə inanırsansa, hansı fənni daha yaxşı bilirsənsə, mütləq ondan başla. Mənim 3-cü qrup şagirdlərim daha çoxdur. Onlar həmişə deyirəm ki, Azərbaycan dilini yəqin ki, daha yaxşı bilirsiniz. Düzdür? Ona görə oradan başlayın. Mən bunu demişəm şagirdlərimə. Çünki mən bilirəm ki, qısa müddətdə hazırlaşdırdığım şagirdlər var. Hansı ki, bilirəm ki, mən onlara ikinci olaraq riyaziyyatı məsləhət görə bilərəm. Deyə bilmərəm ki, sən riyaziyyatla başla. Və dediyim kimi, başlamamışdan əvvəl də mütləq birinci bax gör, məsələn, Azərbaycan ilə başlayırsan, bax gör nə var, nə yox. Nələrdən düşüb, nələr var, nələr yox. Görəcəksin ki, bu tip keçdiyim mövzularda bildiyim şeylərdir ki, çətin deyilmiş. Belə də özünə. Həqiqətən də çətin olmayacaq. Sadəcə keçdiyiniz, bildiyiniz şeylərdir. Heç kim orada sizə gətirib olimpiyada sual salmır. Yəni, narahat olmayın. Hər şey yaxşı olur. Azərbaycan dilini işlədin, hə, heç nə. Ola bilər də, indi təbii ki, baxmayaraq, mükəmməl bilsən belə, orada yaza bilməyəcəyim və yaxud da sənə çətin gələn və yaxud da əşi qalsın, sonra baxaram deyəcəyin suallar ola bilər. Məsləhətim odur ki, hər fəndən o su kimi olan, asan olan müəyyən sayda suallar olur. O sualları birinci aradan çıxarın, onları yazın. Bil ki, sən hər fəndən məsəl üçün 5 dənə, 10 dənə sual yazmışsan. Qalsın bu cəbdə, düzdürmü? Ondan sonra keçək orta səviyyəli suallara baxaq. Hansı gözünə daha böyük, həcmli, çətin görünür, vaxt alıcı görünür, onları da saxla. Ən axıra, düzgün vaxt bölgüsü uşaqlar çox vacibdir. Bunların hamısını nəzərinizdə saxlayın. Hansı asan görünürsə, mütləq oradan başlayın ki, mütləq onları aradan çıxarmış olasınız. Və maksimum diqqətlə suallara yanaşın. Ən asan suallarda belə uşaqların mexaniki səhv elədiyi ehtimallar çox olur. Çalışın ki, sualı diqqətlə oxuyasınız. Sualların sonunda təbii ki, müəyyən şərtlər olur. Doğrudur və yaxud da doğru deyil. Bu tip şərtlər ola bilir. Axırını mütləq diqqətlə oxuyun. Hər dəfə sonundakıları qara rənglə, tünd rənglə verməyə bilər. Siz onu diqqətlə oxumalısınız. Və yaxud da aid olan, aid olmayan ola bilər. Yəni, inkarlıq şəkilçilərinə belə sualların içində diqqət yetirin ki, düzgün cavabı tez tapa biləsiniz. Məsələn, tutaq ki, deyirəm, nömrələnib 1, 2, 3, 4, 5 dənə cümlə deyir, aşağıdakının hansı doğrudur. Sən doğru olanları seçməlisən. Bir baxırsan ki, məsələn, 1 doğrudur, 2 səhvdir, 3 doğrudur, 4 də səhvdir, 5 doğrudur, düzdürmü? Doğru olanları soruşsa 1, 3, 5-i, doğru olmayanlar soruşsa 2, 4-ü götür. Bəzən uşaqlar nə edir? Belə edirlər. Götürüb plus minus qoymaq yerinə, baxır birinci cümlə deyir, şərtdə tutaq ki, deyir, doğru olmayanı seç, düzdürmü? Baxır, görür, birinci cümlə görür ki, bu okeydir, bu düzdür. Deyir ki, yox, onda bunu götürməyəcəm. İkinci doğru olmayandır, səhvdir bu, onda bunu götürüm. Sonra baxır ki, 3-ə, 3 düzdür. Deyir, 3 düzdür, 3-ü götürüm. Artıq burada çaşır. Hansı ki, 3 düzdür deyə 3-ü götürməməli idi. Çünki şərtdə axı düzgün olmayan istəyir, düzdürmü? Artıq orada beyni qarışır. Ona görə də məsləhətim odur ki, plus minuslarını qarşısına düzəsiniz. Sonda sizdən hansılar istənilirsə, o şəkildə qeyd edəcəksiniz. Daha sonra uyğunlaşdırma suallarında uşaqlar 1, 2, 3, A, B, C, D, Y var. Hansı ki, mütləq şəkildə ən azı hər birisindən bir hərf düşməlidir. Aydın məsələdir ki, boşda qalan ədəd olmamalıdır burada. Amma hökm deyil ki, həmin A, B, C, D, Y 5 hərfin hamısı aid olsun. Bu vacib deyil. Ola bilər ki, sadəcə məsəl üçün 3 dənəsi uyğundur, qalan ikisi yox. Və yaxud da 4 dənə uyğundur, biri uyğun deyil. Və ya hər 5-i də aid olmuş ola bilər. Ola bilər ki, məsəl üçün birində A, C, D olsun, digərində B, o birisində Y. Belə bir şey də ola bilər. Birində 3 dənə mümkündür bu. Hər şey ola bilər uşaqlar. Əsas odur, dediyim kimi, boşda qalan hərf olmamalıdır. Mütləq dolu olmalıdır. Və mütləq hərfləri də düzgün şəkildə yerləşdirməyə çalışın. Ən vacib şərtlərdən biri, bir sualda çox vaxt itirməyin. Əgər çətin görünürsə keçin və sonra yenidən qayıdın. Bəli, xüsusilə də riyaziyyatda təbii ki,
Qrafikli, şəkilli, çətin görünən, gözünüzə xoş gəlməyən suallar ola bilər, düzdürmü? O suallarda uzun-uzadı qalmaya ehtiyac yoxdur. Bir dəfə oxuyanda ağlına bir şey gəlmirsə dərhal, həll üsulunu hardan başlamalı olduğunu bilmirsənsə, deməli onu ötürməlisən müvəqqəti olaraq. Dediyim kimi, mən onu həmişə deyirəm, indi sizə də yenə də deyirəm. Baxın, riyaziyyatda 25 sual var və bu 25 sual 7, 7, 7, 4 olaraq bölünür. Bu nə deməkdir uşaqlar? 7 sual su kimi asan olur, 7 sual orta asan olur, 7 sual orta olur, 4 sual isə çətin, yeni tipli, bəlkə də indiyə qədər heç vaxt, heç yerdə görmədiyin suallar ola bilər. Həmin o 4 dənə sualın 4-ü də ətraflıda olacaq deyə bir şey yoxdur. Və ya 4 də açıq olacaq deyə bir şey yoxdur. Ola bilər ki, qapalı da ola bilər, bəziləri ətraflı da ola bilər, hər şey ola bilər uşaqlar. Nəzərə alsaq ki, həm qapalı, həm də açıq suallar, açıq kodlaşdırıla bilən suallar sizə eyni bal verir, təxminən 3,1 bal verir də uşaqlar. Ona görə nəzərə alın bunların hamısını, fikirləşməyin ki, qapalılar az bal verir, açıqlar çox bal verir, elə deyil. Məsləhətim odur ki, zaten daha çox adətən su kimi olan suallar əsasən qapalılarda daha çox olur. Ona görə də ilk başlayanda daha çox qapalılara fokuslanın deyə məsləhət görə bilərəm. Daha sonra təxmini 6,3 bal ətraflılar verir bir suala və 7 dənə də ətraflınız var. Bunları da nəzərə alın uşaqlar. Deməli, imtahanda ilk 13 sual, 25 sualdan söhbət gedir, riyaziyyatdan danışıram, öz fənnimdir deyə. İlk 13 sual olacaq qapalı. Və bu qapalı sualın biri 3,1 bal olacaq. Daha sonra 13-dən sonra 14, 15, 16, 17 və 18. 5 dənə sualınız olacaq açıq kodlaşdırıla bilən. Kodlaşdırıla bilən desə, burada siz cavabları kodlaşdıra biləcəyiniz formada almalısınız. Məsəl üçün, deyək ki, hesabladım, cavabı kəsr tapdın, düzdürmü? Almışsan 5-də 2. Sən 5-də 2-ni təbii ki, kodlaşdıra bilməyəcəksən. Bunu zəhmət çəkib 10-lu kəsrə, 0,4-ə çevirməlisən ki, sən onu rahat hesablaya biləsən, rahat kodlaşdıra biləsən. Kodlaşdırma prosesində də təbii ki 0, vergül və 4 olaraq, 3 simvol olaraq kodlaşdırmalısınız. Orada mənfi cavablar və yaxud da nələrsə, nə alınırsa, alınmasına asılı olmadan siz rahat kodlaşdıra bilirsiniz. Narahat olmayın. Qəribə cavab ala bilməzsiniz. Məsələn, kök altılı bir şey ala bilməzsiniz. Çünki kök altını kodlaşdırmaq üçün simvol verilir. Amma sonra 18-dən sonra 19, 20, bura qeyd edeyim. 21, 22, 23, 24 və son olaraq 25. Baxın, burada görmüş olduğumuz 7 dənə sual isə, son 7 sual isə ətraflı suallardır. Yəni, həlli ətraflı şəkildə tələb olunur. Bir sual da təxmini olur 6,3 bal. Və sizə çox bal verdiyi üçün bu 7 sualdan möhkəm yapışın uşaqlar. Yəni, aşağı-yuxarı fikir verin, fərqi çoxdur da. Sizin qapalıda və yaxud da kodlaşdırıla biləndə yazacağınız 2 sual, buradan yazacağınız tam təbii ki bal alsaz, bir suala bərabərdir. Ətraflının heç birisini boş qoymayın, qətiyyən boş qoymayın. Sualı oxuyursan, deyək ki, heç bilmirsən, heç yəni ideyan yoxdur sualın həlli ilə bağlı. Ən azından o mövzuda, o hissədə hansı mövzunun hansı başlığı ilə bağlı sual düşübsə, onunla bağlı müəyyən bildiklərini qeyd eləməyə çalış. Çünki ən azından meyarlara görə bilirsiniz ki, 3də 1, 3də 2 və tam bal olaraq nisbətlərə bölünür meyarlar. Yəni, sən əgər, tutaq ki, deyirəm, və 0 da var təbii ki, cavabın düzdür, amma heç bir həll yoxdur, sadəcə cavab yazmır, həll yoxdur. O zaman təbii ki, 0 bal olur sizdə. Yox, əgər müəyyən həlli bir təhər nəsə yazmaq istəmirsən, müəyyən bir qayda filan adı çəkmirsən, amma tətbiq eləməmişsən və yaxud da ki, cavabın sonuna gəlib çıxmışsan, amma çox bərbad da, yəni ortada nə yazdığın bəlli deyilsə, onda 3də 1 olur. Yox, əgər sən həlli də yazmısansa, müəyyən yerə gətirib çıxarmısansa, haradasa yüngül mexaniki səhv eləmişsən, nəyisə gözdən qaçırmısan, nəyisə üstündə kvadrat yazmamısan, nə bilim, məsəl üçün, deyək ki, tənliyin kökünü tapırsan, amma kənar kökü olduğunu unutmuşsan, müəyyən yerə qədər əsas odur ki, gətirmirsən doğru şəkildə. Amma sonradan zəncir qırılıbsa, nəyisə unutmuşsansa, nəyisə səhv tətbiq eləmişsinizsə, 3də 2 nisbəti ilə sizə bal verə bilərlər.
Və yaxud da tam şəkildə, əgər həllin də tam şəkildə doğru və ətraflı dolğundursa, eyni zamanda düzgün cavab da qeyd eləmisənsə, təbii ki, tam nisbətlə sən qiymətləndirilirsən. Bu nisbətlər nəyə göstərir? Ballar deyil bunlar təbii ki, sizin o 6-13 balınızın nisbətidir. Məsəl üçün, deyək ki, 3/1 nisbəti ilə sən qiymətləndirəcəklərsə, 3/1 şkalasına, meyarına uyğunsansa, 6-13-ü 3/1-ə vururlar, deyirlər ki, 2/1 bal verək bu uşağın bu sualına. Yəni, o şəkildə olur uşaqlar. Bəli, davam edirik. Vaxtınızı düzgün bölüşdürməyə çalışın. Xüsusilə də sırf kodlaşdırmaya 30 dəqiqə ən azı vaxt ayırmağa çalışın. Nəzarətçidən tez-tez vaxtı soruşun. Nəzarətçi bezsə belə və yaxud da siz digər imtahanda olan vətəndaşları narahat eləsəz belə vaxtı soruşmaqda sərbəstsiniz. Təbii ki, bilirsiniz ki, elektron qol saatlarına icazə yoxdur. İstəyir ağıllı olsun, istəyir ağılsız, fərqi yoxdur. Elektron icazə yoxdur, amma mexaniki saat aparsaz, yəni saata özünüz də baxa bilərsiniz ki, məsləhət görmürəm uşaqlar. Çünki mən də həyatım boyu heç vaxt imtahanların heç birisinə saatla girməmişəm. Çünki belə olan halda qolundadır da, əlinin altındadır. Fikir qalır orada. Fikirləşsən ki, aman 20 dəqiqə getdi, mən hələ başlamamışam. Mən hələ filan mətndən çıxmamışam. Belə düşüncələr olur. Heç vaxtın stresinə düşməyin əzizlərim. Çünki vaxtın stresinə düşmək deyərdim ki, bu streslərin ən pisidir və səni birbaşa dondurur. Səni buz tutur da orada. Yəni, necə deyim, düşünürsən ki, hər kəs qaz vurub qazan doldurur sinifdə. Otaqda bir dənə sənsən savadsız, bir dənə sənsən pasiv. Elə deyil, uşaqlar, əmin olun ki, bir otaqda, deyək ki, siz 10 nəfər imtahan verirsinizsə, 10 nəfərin içində əmin olun ki, çox az bir şagird savadlı olur. Müəyyən bazal olur da, fitri istedad demirəm də təbii ki. Çoxsu uşaqlar sadəcə məcburdur deyə buraxılış imtahanına gəlir. Çünki bilirsiniz ki, attestat üçün buraxılış imtahanına girmək mütləqdir. Ona görə də sizin ətrafınızda o qədər savadsız, o qədər heç nədən xəbər olmayan, adını belə yaza bilməyən, o qədər şagirdlər ola bilər ki, və siz qətiyyən kimdənsə cavab ummayın, kimdənsə köçürməyə cəhd eləməyin, kiməsə vərəyinə boylanmağa çalışmayın. Zaten tək-tək oturacaqsınız böyük ehtimal və belə olan halda onsuz da istəsəz də boylana bilmirsiniz. Nəzarətçilərin də nəzarəti ciddi olur. Ağlınız 9-cu sinif buraxılış imtahanına getməsin. Çünki orada nəzarət daha yüngül olur, amma 11-ci sinifdə daha ciddi olur. Xəbəriniz olsun. Və çalışın ki, nə köçürməyə şərait yaradasınız, nə də özünüz köçürəsiniz. Çünki yenə də deyirəm, qarşındakı ya da sağındakı, solundakı, arxandakı səndən heç də yaxşı bilmir. Əmin ol ki, sən onlardan daha savadlısan. Ona görə də özünə güvən, əmin ol ki, yaxşı olacaq. Xüsusilə bir şey demək istəyirəm ki, şagirdlər sualları seçib işlədiyinə görə, aralıqlarda boşluqlar olduğuna görə, məsəl üçün seçir asanlar işləyir, ortalarda çətin bildiyi və yaxud da yaza bilmədiyi suallar qalır, düzdürmü? Həmin o boşluqları doldurmaq üçün sonra geri qayıda bilmir. Məsəl üçün, nə nəzərdə tuturam? Deyək ki, mən vaxt çatdıra bilməmişəm. İstəyirəm ki, artıq kodlaşdırmaya yavaş-yavaş başlayayım. Çünki artıq imtahanın bitməsinə 1 saat qalıb. Yaza bilmədiyim suallar çoxdur. Stresi düşməyə ehtiyac yoxdur, əzizlərim. Çünki sən yazdığına əgər arxayınsansa, zaten sən müəyyən qədər balı artıq toplamısan. Müəyyən bir limitin var əlində. Yəni, bir balın var əlində. Sən 0 deyilsən. Ən azından bunu düşün. Və başla kodlaşdırma. Kodlaşdıranda unutma. Məsələn, suallar deyək ki, kitabçada bu ardıcılıqla ilk 5 sual məsəl üçün. Ya ilk 5 sual olmasın. Deyək ki, məsəl üçün riyaziyyatdan danışıram. Deyək ki, olsun 34, 35, 36, 37, 38. Belə bir nömrələr. Azərbaycan ikinci fənniniz. Azərbaycanı kitabçanı açanda riyaziyyat ən sonda olur. İngilis dili birinci, Azərbaycan dili ortada. Deməli, indi ingilis dili deməyimə baxmayın, xarici dil demək istədim. Deməli, məsəl üçün indi burada nömrələr yazmışam. Sən 34-cü sualı yaza bilməmisən. Bu boş qalıb hələ ki. 35-i yazmısan, 36-ı yazmısan, 37-ni də yazmısan, 38-i yazmısan. Deyək ki, belə bir vəziyyət var. Kodlaşdıranda nə edirsən? 34-ü boşdur, deyirsən, hə, 35-i yazmısan, 35-in cavabını qaraladın, əla, möhtəşəm. 36-nı qaraladın, əla. 37-ni boş qoyub 38-i qaralamalısan normalda, amma 38-in cavabını 37-yə yazırsan. Bax, bu şəkildə. 37-nin artıq doldurdun. Biabırçılıq. Artıq sən 37-yə baxmanın heç bir mənası qalmır. Çünki artıq onun cavabını yazmışsın. Bir sualı 2 cavab yaza bilməzsən təbii ki. Daha sonra artıq 38
boş qaldığı üçün 38-ə də tapdığın cavabı təbii ki, burada A yazmısansa, təbii ki, bunu qeyd edə bilərsən. Bir də bir şey də nəzərinizə çatdırım ki, əgər sualların 2 sualın yerini bir-biri ilə dəyişik yazmısınızsa, onun artıq qapalı suallar üçün deyirəm, heç bir sizə köməyi yoxdur. Niyə yoxdur? Çünki qapalı suallarda olan apellyasiyaların heç bir əhəmiyyəti yoxdur. Yəni, elə bir şey deyə bilməzsən ki, sən, mən imtahanda bura nə bilim A yazacaqdım, amma çaşıb bura A yazdım. Əslində bunun cavabı da C-dir. Da mən üzrü sayında elə şey yoxdur uşaqlar. Çünki əmin olun ki, apellyasiyalar, minlərlə apellyasiyaya müraciətlər olur. Onların sadəcə tək-tükünə müsbət geri dönüş eləyir abituriyentlərin lehinə. Yəni, çoxsu zaten boşuna bir müraciət olur. Ona görə nəzərinizdə olsun. Təbii ki də nəsə o tip problem yaşanarsa dərhal nəzarətçinizə bildirin. Nəzarətçi sizə kömək olacaq. Əlbəttə ki, ən doğru məsləhəti sizə o verəcək. Bu haqda mənim danışmağım düz olmaz. Amma çalışın ki, xüsusilə qapalılarda nəyisə sürüşdürmə və s. eləməyəsiniz. Açıqlarda hardasa dərd müəyyən qədər bəlli olur. Məsəl üçün, bir sualın cavabı nə bilim 3.2-dirsə, o birisinki 625-dir. Cavablar bir-birinə fərqlidir də, düzdürmü? Yəni, sən deyək ki, məsəl üçün, deyək ki, bu 50-ci sualdır, bu 51-ci sualdır, düzdürmü? Sən imtahanda bunların yerini dəyişdirdin. Ən azından apellyasiyada özünü sübut eləyə biləcəksən də, həqiqətən də yerləri dəyişidir, şəffafdır. Bir-birindən tamamilə fərqlidir. Yox, qapalı sualdır, birinə B, birinə C. Onun özünü sübut eləməyin, özünü əsaslandırmağın mümkünsüzə yaxın olacaq. Ona görə diqqətli olun. Xüsusilə də İngilis dili mətnlərinizdə, Azərbaycan dili mətnlərinizdə sizə nələr tövsiyə eləyə bilərəm? Mütləq şəkildə birinci növbədə başlayıram elə Azərbaycan dili mətnlərinə. Mütləq cümləni tam oxumağa çalışın. Mətnlərdə də, suallarında da. Tam oxuyun, görün sizdən nə istəyir. Məsəl üçün, tutaq ki, mətnlərdə hər hansısa bir obrazın sizdən xarakteri də soruşula bilər. Həmin obrazın xüsusiyyətləri də soruşula bilər və yaxud da başqa səbəblər. Özünüz bilirsiniz, hər halda həmin fənn müəlliminiz sizə bunları daha detallı başa salır. Siz unutmamalısınız ki, fiziki göstəricilər ayrı şeydir, xarakter isə ayrı, daxili göstəricilər isə ayrıdır. Onları unutmamalısınız. Məsəl üçün, imtahanda adətən şagirdlərin elədiyi səhvlərdən biri nədir? Tutaq ki, hər hansısa bir obraz çox igiddir, orada nəsə bir şücaət göstərib, qəhrəmanlıq göstərib. Götürürlər onun, məsəl üçün, fiziki soruşulan xüsusiyyətlərini onları yazırlar. İgidlik nə vaxtdan fiziki göstərici olub, əzizlərim? Yəni, siz bilməlisiniz ki, fiziki göstərici xaricdən görünə bilən bir şeydir. Sən bir insan igid olduğunu yoldan keçəndə nə bilə bilərsən ki, düzdürmü? Yəni, ona görə demək istəyirəm ki, mütləq oxuyanda diqqətli oxuyun. Bilsən belə səhv yaza bilirsən diqqətsizlikdən. Çalışaq ki, elə hallar olmasın. Və xüsusilə də xarici dil suallarınızda cümlənin ümumi mənasını anlamağa çalışın. Məsəl üçün, sizə variantlar verilib ki, onlardan doğrunu seçəsiniz, mətnlə bağlı doğrunu seçəsiniz. Onları oxuyun, görün nə deyir, içlərində fərqli olan nədir, mətnə hansı uyğundur və ya uyğun deyil. Tərcümələr və s. diqqətli eləməyə çalışın. Əgər bir sözü bilmirsənsə, cümlənin ümumi strukturuna bax, gör məzmun nə deyir, məzmunda həmin hansı hissədən danışır, nədən bəhs eləyir, nəyi pisləyir və yaxud da nəyin müsbət tərəflərindən danışır. Bunu əslində təyin eləyə bilsən, həmin sözün də təxmini hansı kateqoriyaya aid olduğunu təxmin eləyə bilirsən. Ən azından pozitiv mənalıdırmı, negativ mənalıdırmı, bunu təyin eləyə bilirsən. Və son olaraq imtahan zamanı etməməli olduğumuz şeylərdən danışaq, təbii ki, panikaya düşmək. Qətiyyən eləməməlisin bu şey. Panikaya düşmək, eləyəcəyiniz və yaxud eləməli olduğunuz ən axırıncı şey belə deyil. Çünki stres, panika, qorxu, təşviş, bunlar sizin sadəcə nəticənizi azaldır. Yığacağın bal potensial deyək ki, 300 baldan 180 idisə, düşür artıq 160-a, 120-yə və s. Yəni, stres olmadan şagirdlər imtahandan daha yüksək nəticə toplayıb. Bunu mən demirəm, bunu təcrübələr göstərir, statistika göstərir. Nəyəsə bir səhv elədin, deyək ki, köçürmə, kodlaşdırma səhv elədin və yaxud da ki, ümumiyyətcə yaza bilmirsən hər hansısa bir sualı, orada ilişib qalmaq lazım deyil. Onun yasını saxlama. Bir sualın yasını saxlayırsansa, get Fatihəsini oxu, amma sonra oxu da, imtahandan çox sonra oxu. İndidən lazım deyil qara bağlamaq. Yəni, zəhmət çək, birinci o səhv eləmə, çünki uşaq deyilsən, imtahana girmirsən, özünü idarə eləməlisən, yəni təmkinli olmalısan, düzdürmü?
Yəni müəyyən qədər yaşa gəlib çıxmışıq da, hamımız 17-18 yaşımız var. İkinci deyək ki, da indi bir səhv də elədin. Da onun yasını saxlama. Qaralar bağlamaya ehtiyac yoxdur. Denən ki, oldu da, işdir. Bir işdir başımıza gəldi, keç növbətiyə. Onun yasını saxlama, yenə də deyirəm. Bir sualın dərdini çəkib, o biri suallarında həyatını məhv eləmə. Sən o imtahan nəticən, həyatın, nə bilim, bütün karyeran o bir sualdan asılı deyil. Ona görə boş ver. Başqalarının nə etdiyinə baxıb narahat olmaq. Qətiyyən eləmirsiniz. Niyə eləmirsiniz bu işi? Ona görə ki, bayaq da vurğuladım. Sizin ətrafınızda olan imtahanda deyək ki, otaqda sizdən başqa, sizdən əlavə deyək ki, 10 nəfər var. O 10 nəfərin əmin ol ki, zaten ən azı bir 8-i səndən savadsızdır. Sən nə edən narahatsan bala? Sənin toplamalı olduğun bir bal var, yığmalı olduğun bir bal var və hədəfin var. Bilirsən ki, məqsədin odur ki, bilirsən ki, məsəl üçün, mən 100 balı minimum keçməliyəm. Düzdürmü? 100 bal keçməsəm, mən istədiyim balı yığa bilmirəm. Buradan 100 yığım, fikirləşsin ki, blokdan da nə bilim 250 yığaram. Belə bir xəyallarım var da. Tutaq ki, indi hər kəsin özünə məxsus məqsədi olur. Bal fikirləşir ki, bu balı minimum keçməliyəm. Əmin ol ki, orada hər kəsin elə bir məqsədi yoxdur. Ora gələnlər özünüz imtahanda görəcəksiniz. Müəyyən vaxtdan sonra durub çıxacaqlar. Səhvlərimizdə 1 saat, ilk 1 saat, 1 saat 15 dəqiqə desin çıxmağa icazə yoxdur. Səhvlərimizdə 1 saat idi. Tam xatırlamıram. Görəcəksiniz ki, o limit dolan kimi nə qədər uşaq çıxacaq oradan. Çünki onlar sadəcə imtahan verməyə gəldi. Sadəcə adları olsun ki, hə, filan kəs bu imtahandan keçdi. Bu cür, bu imtahanda iştirak elədi. Bu nəticə olsun deyə gəlirlər. Ona görə də başqası test çıxdı. Bu demək deyil ki, o vərəyə doldurub, qaz vurub, qazan doldurub, aləmi qatıb bir-birini möhtəşəm partladıb. Elə bir anlayış yoxdur. Kimsə test çıxdı, geç çıxdı, nə bilim, tez-tez yazdı. Allah, möhtəşəm. Elə bir şey yoxdur. Əmin olun ki, siz stres çəkirsiniz. Ola bilsin ki, filan kəs stres çəkmir. Oturub bildiklərini işləyib, bilmədiklərini saxlayıb. Ya da nə bilim də, indi fikirləşib ki, bildiklərimi işləsəm, mən hardasa 300 baldan bir 100 bal keçirəm də. Belə düşüncədədir və heç nə bildiklərini yazıb durub çıxıb gedir. Da bilmədiklərinə görə baş sındırmır. Hər şey ola bilər. Kimsə narahat eləməməlidir. Kimsə yazdı, yaza bilmədi, səni narahat eləməməlidir. Aha, tələsərək sualları düzgün oxumadan cavab vermək. Təbii ki, bunu da eləməməlisiniz. Mütləq tam oxumalısınız. Bayaq buradan bundan bal detallı danışdım. Şərtləri diqqətlə oxuyursunuz. Nələr doğrudur, doğru deyil və s. diqqətlə oxuyursunuz. İstəyir riyaziyyatda, istəyir Azərbaycan dilində və yaxud da xarici dildə heç bir fərqi yoxdur. Gör səndən nə istəyir. Xüsusilə də uşaqlar riyaziyyatla bağlı bir şey demək istəyirəm. Məsələn, riyaziyyatda məsələ düşür, düzdürmü? Deyək ki, bir məhsulu təyin edilər mövzusuna aid olan məsələ. Deyək ki, indi məsələn şərtində hər hansısa bir kəmiyyətə x demisən. Məsəl üçün, deyək ki, yaş məsələsi düşüb, Akifin yaşını x demisən. Tənniyə eləyirsən, axırda x-i tapırsan, nə bilim, 10. Cavab onda demək deyil, sən x-i 10 tapırsan. Gör elə səndən nəyi soruşur. Bəlkə səndən Akifin atasının yaşını soruşur, nə bilim, qardaşının yaşını soruşur ki, bəlkə 10 il sonra neçə yaş olacaq. Şərti diqqətlə oxuyun, tələsməyin. Həmişə tənnilərdə aldığın cavab sənin kökün olmur. Unutma. Və uşaqların ən çox elədiyi səhvlərdən biridir. Ən əsası isə unutmayın, imtahan sadəcə sizin biliklərinizi yoxlamaq üçündür, əzizlərim. Yəni, bu sizin həyatınızın sonu deyil, sadəcə bir etapdır. Bu etapı da keçməlisiniz, zorunlusunuz, məcbursunuz. Çünki əgər Azərbaycanda təhsil almaq istəyirsinizsə, attestat almaq istəyirsinizsə, özünüz bilirsiniz ki, attestat üçün mütləq buraxılış imtahanı vermək lazımdır. Davamında da universitet oxumaq istəyənləriniz varsa, mütləq ki, bu imtahan verilməlidir zaten. Hər kəs bunu verməlidir. Yəni, adicə o marketdə işçi belə girmək istəsən, kassir vəzifəsinə belə girmək istəsən, sənin attestatın olmalıdır. Attestat olmayana heç kim, heç yerdə üzünə belə baxmır. Ona görə də mütləqdir attestat. Bunun üçün də girib o imtahanda iştirak eləməlisiniz. Amma yenə də vurğulayıram, bu sizin həyatınızın sonu deyil. Həyatınızda, karyeranızda və s. baş verəcək yüksəlişlər, enişlər qətiyyən bu imtahandan asılı deyil. Ona görə də siz nə eləmişsinizsə indiyə qədər eləmişsiniz, nə çalışmışsınızsa, mən əminəm ki, hər biriniz öz zəhmətinizin qarşılığını alacaqsınız. Hər biriniz bacarığınızın ən yaxşısını göstərə biləcəksiniz. İmtahanda bütün potensialınızı göstərməyi arzulayıram hər birinizə. Nə bilirsinizsə, bütün bilgilərinizi ortaya sərgiləyin.
Özünüzə inanın, sakit olun, suallar diqqətlə işləyin və mən əminəm ki, hər biriniz bu imtahandan yaxşı nəticələrlə geri dönəcəksiniz. Elə bir şübhəm də yoxdur zaten ki, siz nəyisə, misal üçün, unudasınız, hər hansı keçdiyimiz bir şey yaza bilməyəsiniz ya da nə bilim, nəsə neqativ şeylər, bunlar qətiyyən ağlınızdan keçməsin, çünki mənim belə ağlımdan keçmir. Mən sizin öyrədiciniz, müəlliminiz olaraq, mən sizə arxayınam, siz də özünüzə arxayın olmağa məcbursunuz. Çünki mən belə sizə güvənirəm. Bəli, indiyə qədər çox sizi sıxışdırırdıq, çox üstünüzdə əsirdik ki, çox oxuyun, çox təkrarlayın, çox sınaq işləyin, amma artıq gəldik, çıxdıq yolun sonuna. Bundan sonra artıq sadəcə gülməyinizi istəyirəm. Sadəcə pozitiv olun, sadəcə yaxşı bildiyinizə özünüzü inandırın. Həqiqətən də yaxşı bilirsiniz, əzizlərim. Narahat olmayın, hər şey yaxşıdır. Nə baş verəcəksə, nə yazacaqsınızsa, yəni siz istənilən halda nəticənizdən asılı olmadan mənim sevimli şagirdlərim olmusunuz və bu belə də davam eləyəcək hər zaman. İstəyirsiniz məzun olun, şagird olun, abituriyent olun, universitetə qəbul olun, tələbə olun, heç fərqi yoxdur. Harda, nə zaman, necə olmanızdan asılı olmadan, imtahandan yığdığınız nəticədən heç asılı olmadan həmişə mənim əzizlərim olacaqsınız. Çox çalışdınız indiyə qədər, hər birinizə ayrı-ayrı təşəkkür edirəm. Yaxşı ki, bu yola biz sizlə çıxdıq, yaxşı ki, məni seçdiniz, yaxşı ki, sizlə tanış olduq. Hər birinizə bol-bol uğurlar arzulayıram. Yolunuz açıq olsun. Arxanızda da qəşəng su tökürəm ki, onlayn su tökürəm ki, gedəsiz və tez qaydasız, yaxşı nəticələrlə qaydasız. Mən sizə güvənirəm, siz də özünüzə güvənin. Hələlik.